İştahını idarə edə bilməmək bir çox insanın ortaq problemidir. İndi sizə 5 qızıl qayda haqqında danışacağam. Bu qızıl qaydalara riayət eləməklə iştahınızı asan şəkildə gün ərzində idarə edə biləcəksiniz. Birinci qayda: mütləq lifli qidalardan istifadə etməlisiniz. Lif nədir? Tərəvəzdir. Lif nədir? Meyvədir. Meyvə və tərəvəzlər mütləq şəkildə gündəlik olaraq rasionunuzda olmalıdır. İkinci, su balansını qorumalısınız. Gün ərzində lazımi qədər su içməlisiniz. Bəzən insanlar susuzluqla acılığı səhv salırlar. Hər dəfəsində bədənin suya ehtiyacı olanda gedib yemək yeyirlər. Gün ərzində lazımi qədər su qəbulu iştahı tənzimləməyə kömək eləyir. Üçüncüsü, yuxu rejiminə diqqət eləmək. Mütləq şəkildə sağlam bir yuxu yatmalısınız. İnsan orqanizminə 8 saatlıq sağlam yuxu bərpa proseslərinin normal şəkildə getməsi üçün yetərlidir. Keyfiyyətli yuxu acılıq və toxluq hormonlarının balansını tənzimləyir. Yuxusuzluq isə iştahımızı artıra bilər. Atışdırmalıqlardan qaçının. Gün ərzində mütləq şəkildə 2 və yaxud da ki 3 qida qəbul edin. Bu sizi tez-tez acmaqdan qoruyacaqdır. Kiçik acılıqlar yaşayanda nəsə də atıb aclığınızı yatışdırırsınızsa, bu sizin hər dəfəsində iştahınızın qıcıqlanmasına və daimi yemək istəyinizin olmasına gətirib çıxardacaq. 5-ci, mütləq stresinizi idarə edin. Yəni stres yaşamamağa çalışın. Çünki stres iştaha doğrudan təsir göstərir. Əgər əsəbisinizsə, rahatlamaq üçün orqanizm qida qəbuluna yönələcək. Ümid eləyirəm ki, bu qaydalar sizə kömək eləyəcək. Videonu bəyəndinizsə, sizə faydalı oldusa da bəyənib bir dostunuzla bölüşməyi unutmayın. Hər birinizə diqqətiniz üçün təşəkkür edirəm.